Tamila xanım, ümumiyyətlə sizə inanıb insanlar üz tuturlar. Bu gün belə insanlar çoxdurmu? Çoxdur. Çoxdur. Hə, ancaq baxır da xanım. Hər insanı da ürəyinə yatıra bilməzsən. Baxır necə. Belə çıxır ki, seçir. Necədir? Eləsə o cavda eləyir, o adamın cavda eləyir. Mən o adamları sevmirəm. Pisliyə eləyir. Balası nişanlıdır. Evini yıxır. Yox, elə şeylər. Hətta elələri də var. Yox. Tamila xanım, bax bugün yəni müəyyən bir Allahdan, mən deyərdim bu Allahın vergisidir də sizdə olan bizdə. Yəni bu özü-özündən yaranmır ki. Mənim nəticəm, kötücəm, nənəm gilin, yəni mən kötücəyəm də. Məşədi baba vardı, yəni Reyhan baba, o Reyhanlardan qorxmurdu, ilanlardan qorxmurdu, ilanlarla oynayırdı. Yəni ki, onu keçib mənə. Yəni bunu mən informasiya vermişəm. Hə, bu genetik keçib. Bəli, genetik keçib. Bəli, anamın nənəsi, rəhməti, anamın nənəsi də, nənəsinin nənəsi. O, yəni çöpdür, baxıcı olmuyor, ancaq bütün xəstəliklər bilir də, çöpdür, göz nəfisdir, beləcə olub. Belə.